Buyurun özünüzü təqdim eləyin. Mən Qarayev Elman Qəzənfəroğlu, Bərdə rayonu sakini, Qazqurdalı kəndə yaşayırıq. Qarayev, Şəhid Qarayev Elçunun atasıyam. Bizim evimiz çox bərbad haldadır. Cənab Prezidentimizdən kömək istəyirik, dəstək istəyirik ki, bizə köməklər eləsin. Bizi bu yağışın altından, bu ordan qurtarsın. Bizim evimiz uçur pis vəziyyətdəyik. Çox qəzəl vəziyyətdədir. Xahiş edirəm. Qurumlara müraciət etmisiniz. Sizi qeydiyyata alıblar Bərdə rayon icra hakimiyyətində. Bəli, alıbdılar. Bizim özləri də bilir ki, evimiz çox qəzəl vəziyyətdədir. Yəni bizim yaşayışımız həqiqətən çox acınacaqlıdır. Yəni daxal uçur başımıza. Yağışın altında qalmışıq. Vəziyyətimiz çox pisdir.